Bakının Binəqədi rayonu Baksol yolu adlanan ərazidə kanalizasiya kollektoruna düşən 27 yaşlı Cümşüd Cümşüdlü Sabah Azərbaycan şirkətinin əməkdaşı olub. Bu barədə şirkət məlumat yayıb. Dərin hüzünlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəli şəkildə vəfat edib. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq. Ailəsinə, yaxınlarına və bütün kollektivimizə səbir və qüvvət diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun. Hadisə ilə bağlı Cümşüd Cümşüdlünün yaxınları jurnalistlərə açıqlama veriblər. Cavan insan idi. Hadisə şahidlərindən eşitdiyimizə görə quyuya düşəndən sonra 1-2 dəqiqə səsi gəlib, kömək istəyib. Sonra isə səs kəsilib. Onu da bildirək ki, 2020-ci ildə Baksol adlanan ərazidə asfalt çökmüş, bir maşın çuxura düşməkdən son anda xilas olmuşdu. Qeyd edək ki, Cümşüd Cümşüdlü iyunun 26-sında yol çökdüyü üçün kanalizasiya kollektoruna düşüb. Evin tək övladı olan gəncin cansız bədəni Hövsan ərazisində tapılıb. Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb. Hadisə Qəbələ rayon mərkəzi xəstəxanasında baş verib. 2009-cu il təvəllüdlü Məlikə Məmmədova xəstəxanaya müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o əməliyyat olunub. Yeniyetmə qız əməliyyatdan 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı təbibdən bildirilib ki, iyunun 23-ü 2009-cu il təvəllüdlü şəxsin üzərində tanzilektomiya əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib. İyunun 26-sında pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib. Samux rayonunda kürdə batan şəxsin meyidi tapılıb. Sudan meyidi tapılan şəxs Samux rayonunun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmail Şubliyevdir. Onun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, hadisə bu ilin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib. Belə ki, Samux rayonu Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmail Xaliqoğlu, digəri Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü Müşfiq İsmailov balıq tutan zaman kürdə batıblar. Hadisədən sonra Müşfiq İsmailovun meyidi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.